Epstein 2 mart 2014. Terje, Bakı-Astana səfərinə Svetlana da sizinlə gələcək. Kamilla koordinasiya etsin. Martın 9-u. Bütün xərcləri qarşılayacaq. İlham Əliyev martın 10-da Amerika Birləşmiş Ştatlarının New York şəhərində yerləşən Beynəlxalq Sülh İnstitutunun prezidenti Terje Rød Larsen'in başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Epsteinin adıyla çağırdığı şəxs Terje Rød Larsen'dir. Norveçli diplomat, New Yorkda fəaliyyət göstərən Beynəlxalq Sülh İnstitutunun keçmiş prezidenti. Onun və Norveç elitasının Epsteinlə yaxın münasibətlərini ortaya çıxaran yeni sənədlər Norveçdə qalmaqal yaradıb. Norveç mətbuatında Terjenin təşkilatının Şərqi Avropadan gənc qızları Epstein şəbəkəsinə cəlb etməsi barədə yazırlar. E-maildə adı keçən Kamilla isə Kamilla Reksten Monsendir. Beynəlxalq Sülh İnstitutunun 2014 üzrə illik hesabatında prezidentin xüsusi köməkçisi kimi təqdim olunur. Azərbaycana səfərində Terje martın 10-da Prezident Əliyevlə, növbəti gün Energetika naziri Natiq Əliyevlə görüşür. Qeyd olunur ki, Azərbaycan regionun lider dövlətidir. Heç bir iri layihə Azərbaycanın iştirakı olmadan həyata keçirilmir. Strateji Araşdırmalar Mərkəzinin də qonağı olan Terje ardınca Qazaxstana yola düşür. Epstein martın 9-da yazdığı e-maildə səfərin Astana hissəsi ilə bağlı tapşırıqlarını verir. Yenidən Svetlana'nın hər şeydən xəbərdar qalmasını istəyir və elə burada da deyir ki, bütün xərcləri qarşılayacaq. Əvvəlki araşdırmalar Jeffrey Epsteinin Beynəlxalq Sülh İnstitutuna ümumilikdə 650 milyon dollardan artıq iyanə etdiyini ortaya çıxarmışdı. Epstein qardaşlarının ABŞ konqresmenlərinin Bakıya səfərinin planlaşdırılmasında da yaxından iştirak etdiyi barədə daha əvvəl danışmışdıq.